Salam, bugün sizinlə oksidaşma reduksiya reaksiyalarına aid ətraflı yazılı cavab tələb olunan tapşırıqları işləyəcəyik. Oksidaşma məhsulunu və suyun əmsalını müəyyən edin deyir. Əvvəlcə oksidaşma dərəcəsini qeyd edək. Mis müsbət 2, kükürt mənfi 2, mis dəyişməyib, kükürt 0-a. Azot isə nitrat turşusuna müsbət 5-dir, lakin NO-da müsbət 2-dir. Yəni mis, daha doğrusu kükürt, mis dəyişməyib dedik. Kükürt mənfi 2-dən kükürt 0-a gəldi. 2 elektron. Sonra azot isə müsbət 5-dən müsbət 2-yə gəldi. Bu isə 3 elektron almışdır. Əmsallar 2, 3, 3, 2 kimi olacaq. 3-ü yazacağıq kükürt 0-a. 2-ni isə azot müsbət 2-yə. Və buna uyğun da əmsallaşdıracağıq. Kükürt 3 dənə olduğu üçün 3 yazırıq. Kuprum 2 isə mis 2 sulfidə yəni. Azot isə burada demək mis 3 dənə olduğuna görə misə 3 yazırıq. Mislə bərabər. Azotumuz 6 və 2, 8 dənə olduğu üçün nitrat turşusuna 8 yazırıq. Suya isə 4 yazırıq. Hidrogen də bərabər olsun. Və saysaq görərik ki, bütün atomlar bərabərdir. Bizə deyir ki, oksidləşmə məhsulunun və suyun əmsalı. Suyun əmsalı bəllidir. Yəni ikinci cavabımız 4-dür. Reaksiyadan görürük bunu. Oksidləşmə məhsulunu necə tapırıq? Baxırıq, burada kükürt dedik ki, mənfi 2-dən 0-a gəldi. Yəni oksidləşmə dərəcəsi artdı. Biz buna deyirik reduksiya edici. Proses isə oksidləşmə prosesidir. Oksidləşmə prosesi olduğuna görə oksidləşmə məhsulu kükürt 0 olur. Onun da əmsalı 3 olacaq. Yəni birinci cavabımız 3-dür. İkinci cavabımız isə 4-dür. Növbəti ikinci sualda eyni kütlədə götürülmüş alüminiumla oksigenin qarşılıqlı təsiri zamanı. Baxın, bu ikinci sualda səhvlik var. Elə bilin ki, ikinci sualla bir də burada demək, dördüncü sualda səhvlik var. Bu 3 dəfə çox yox, 2 dəfə çox olsa arxada verilən cavab uyğun gəlir. Eləcə də buradakı 2-nin əvəzinə də 3 olsa yenə arxada verilən cavab düzgün gəlir. Hardasa burada rəqəmlərin yeri dəyişib düşüb çox güman ki, yəni bu 3-ü 3 ilə 2-ni, burada 2, burada 3 və yaxud da, yəni burada 2 verib amma 3 olmalıydı. Burada isə dördüncüdə 3 verib amma 2 olmalıydı. İndi bu qayda ilə həll eləyərik. Görəcəksiniz ki, arxadakı cavablar, yəni bunların verdiyi cavablar uyğun gəlir. İndi testimizə düzəliş olmuş forma ilə işləyək. Bizə deyir ki, eyni kütlədə götürülmüş alüminiumla oksigenin reaksiyası zamanı. Alüminiumla oksigenin reaksiyasını yazırıq. Təbii ki, alınır alüminium oksid, əmsallaşdırırıq bunu biz. Elektron balans suyuna da əmsallaşdırmaq olar. Sadə tənlik olduğu üçün elə adi qayda əmsallaşdırdım. Amma bizə deyir ki, oksidləşdirici 3 mol elektron alarsa, 3 mol elektron oksidləşdirici alırsa, reduksiya edici verdiyi elektrondur bu. Fərqi yoxdur. İstəsək alüminiumla və yaxud hansı ilə işləsək, düz çıxacaq cavabımız. Oksidləşdirici dediyinə görə biz bilirik ki, metallar həmişə reduksiya edici olur, sıfır vəziyyətində olanda. Onda alüminium reduksiya edicidirsə, oksigen də olacaq oksidləşdirici. Oksigen 0-dan mənfi 2-yə gəlir. Burada 2 elektron almışdır. Amma bizim reaksiyada 6 mol oksigen atomu olduğuna görə artıq 12 elektron almış olur. Yəni, əslində biz yazmalıydıq ki, oksigen 0-dan oksigen mənfi 2-yə. Demək, bu olacaqdı 4 elektron. Amma 2 oksigen atomu 4 elektron alır. Bizdə 6 oksigen atomu var. Yəni, burada söhbət 12 elektrondan gedir. Demək, oksidləşdirici 3 mol elektron alarsa, artıq qalan maddəni də tapın deyir. Alınan oksidin kütləsini də tapın. Əvvəlcə baxırıq ki, bizim tənlikdə 12 mol elektron alanda alınan məhsul alüminium oksid, 2 mol alüminium oksiddir. Alüminium oksidin biri 102 olduğuna görə 2 mol 204'dür. Yəni 204 qram alüminium oksid alınır. Bu 12 mol elektron alarsa, amma bizdə
3 mol elektron alar dediyinə görə, yəni 4 dəfə az soruşur. Onda belə çıxır ki, 204 yox, 51 qram alüminium oksid alırıq. Aha, alınan maddəni tapdıq. İkinci cavabımız bəllidir. Deyir ki, alınan oksidin kütləsi 54 qram alüminium 2 O3 oldu. İndi birincini hesablamağa çalışaq. Bəs artıq qalan maddənin kütləsini necə tapacağıq? Biz burada görürük ki, bu reaksiya üçün 4 mol alüminium, yəni 108 qram alüminium və 3 mol oksigen qazı, yəni 96 qram oksigen qazı sərf etməklə alırıq 2 mol alüminium oksid və yaxud da 204 qram alüminium oksid. Lakin biz 4 dəfə az, yəni bu 12 mol elektron oksidləşdirən 12 mol elektron aldığı hal üçün, amma biz 3 mol üçün hesablayırıq. Yəni 4 dəfə azaldırıq. 51 qram, 96-nı da 4-ə bölsə 24 və 27 qram. Yəni 27 qram alüminium, 24 qram oksigen qazı sərf etməklə 51 qram məhsul alırıq. Eyni kütlə dediyinə görə hər birini 27 qram götürürük. Alüminium tam sərf olunur. Oksigen isə 27 qram götürsək də 24 qram sərf edirik. Yəni 3 qram artıq qalır. Bəli, bunu verdiyi cavabda da birinci cavabı 3 qram götürüb, ikinci cavabı 51 qram. Demək, burada 3 mol yox, 2 mol yox, 3 moldan işləyəndə bunun dediyi cavabları biz alırıq. 2 moldan işləyəndə tamam fərqli cavablar alınır. Növbəti. Üçüncü suala baxırıq. Üçüncüdə deyir ki, X elementinin qısa elektron formulu NS2-dir. Təbii ki, bu ikinci qrup elementidir. Özü əsas yarım qrupdur. Məsələn, metallardan hər hansı biri ola bilər və iki variantlı da deyə bilərik. Y elementi isə 6-cı qrup elementidir. Biz bilirik ki, 6-cı qrup elementləri metallarla birləşməsində iki variantlı olurlar. Məsələn, kalsium S, sink O və s. Deyir ki, bizdən XN, YN birləşməsinin formulunu tərtib edin. Elə formul olduğu kimidir, çünki variantlı eyni olanda ixtisar gedir. Formulumuz elə X, Y kimidir. Yəni N və M 1-ə bərabərdir və Y-in oksidaşma dərəcəsi. X burada metal olduğuna görə metallar, sabit iki variantlılar, yəni ikinci qruplar müsbət 2 göstərdiyinə görə onunla birləşən qeyri-metalda mənfi 2 göstərəcək. Yəni birincidə cavabımız X, Y, ikincidə isə mənfi 2 olacaq. İndi dördüncüyə baxırıq. Dördüncüdə yenə səhvi düzəlmiş şəkildə işləyəcək. Yəni Y elementin nisbi atom kütləsi X elementin nisbi atom kütləsindən burada bizə verib ki 3 dəfə çoxdur. Amma 3 dəfə ilə işləyəndə tamam başqa. Yəni bunun verdiyi cavabı ala bilmirik. Amma 2 dəfə çox desə, bunun verdiyi cavabı biz ala bilirik. Məsələn, bunu işləyək. Yenə bu 3 yox, bunu 2 qəbul edək. Ayır X-ı da bilmirik. Ayır Y-i də bilmirik. Lakin bizə köməkçi variantlar deyir. Deyir ki, Y elementinin nisbi atom kütləsi X-dan 2 dəfə çoxdur. Y-inki X-dan 2 dəfə çoxdur. Məsələn, 2A və A kimi qəbul edə bilərik. Y-in nisbi atom kütləsi X-dan 2 dəfə çoxdur. Sonra deyir ki, X və Y-dən ibarət olan birləşmədə buranı N, buranı M deyir. Y-in kütlə payı 40%-dir. Onda X-inki də 60%-dir. Sonra N və M-i tapmalıyıq əvvəlcə. Deyir, formulu çıxarın. Formulu necə çıxarırdıq? XN, YM yazırıq. X-in payı 60%-dir. Y-in payı isə 40%-dir kütlə payı. Bölürəm ayərlərinə. X-in ayəri A-dır. Vururam indeksə. Y-in də ayəri 2A-dır. Onu da vururam öz indeksinə. Və sonra bu tənliyi həll etməyə çalışıram. Birinci kəsir olduğu kimi qalır. İkincinin tərsinə çevirirəm. A-lar ixtisar gedir. Burada olur 120M böl 40N. İxtisar gedəndə 3M böl N bərabərliyi. Yəni ki, burada M-in yerinə 1 qoya bilərik. 3 vur 1 bölək. N-in yerinə də 3 qoysaq. Yəni bu
3/1 bölünsün 3. Belə demək olar. Bu deməkdir ki, demək M1 oldu. Baxın, M yerinə 1 qoymuşam. N isə 3 oldu. Formulumuzda x n y m kimi verilibdir. Yəni x 3 y-dir. Bəli, formulumuz x 3 y-dir. Sonra kütlə nisbətini dediyinə görə demək x ilə y. Y 40%-dir. Onda x 60%-dir. İxtisar etsək 3-ün 2-yə. Və yaxud da demək y-in kütlə payı 40%-dir. X 60%, 3-ün 2-yə, bəli. Demək cavabımız birincidə x3y, ikincidə isə 3/2 nisbəti. Növbəti 5-ci sual. Elementlər verilmişdir. 3/3/1 13 deməkdir. Yəni bu 13-cü elementdir. Əslində element kimi də tapmaq olur. Bu alüminiumdur. Y isə 16-cı elementdir. Bu da kükürdür. Və biz bilirik ki, yəni element kimi tapmasaq da, elə x, y kimi də fikirləşsək, deyir 4 mol x-in y ilə reaksiyası zamanı əvvəlcə x ilə y-in reaksiyasını aparaq. X 3 valentlidir, çünki 3-cü qrup metalıdır. Sabit 3 valentli olur. Y isə 6-cı qrup qeyri-metalıdır. 6-cı qrup qeyri-metallarda metallarla birləşmələrində 2 valentli olurlar. Ona görə bizim formulumuz, yəni formulu tərtib etsək, x3, y2 deyə x2, y3 olacaq. Əmsallaşdırırıq. Yəni alüminium plus S alınır alüminium 2 S üstənliyidir. Lakin biz bununla işləyirik. Çünki x, y şəkildə verib bizə və hər şeyi də şərti də formulda x, y ilə göstərir. Birincidə nə deyir? 4 mol x-in y ilə reaksiyası zamanı neçə mol elektronun reduksiya edicidən oksidativ keçdiyi baş vermişdir. Burada 0-dan müsbət 3-ə gəlir. X-in oksidaşma dərəcəsi müsbət 3-dür. Və 2 mol X elementi. Onda belə çıxır ki, 6 elektron vermişdir. Bizə deyir ki, 4 mol, yəni 2 mol X, əgər 6 elektron verib, 1 mol X2, Y3 əmələ gətirirsə, yəni bu şərtdə belə verilmişdir. Bizə deyir 4 mol X elementi neçə mol elektron? Heç nə. 2 mol əgər 6 mol elektron verirsə, 4 molu da 12 elektron vermiş olacaq. Və bu zaman alınan birləşmənin molunu hesabla. Yenə, elə bilin ki, hər şeyi 2 dəfə artırırıq da. 2 mol maddə alınacaq. Cavabımız 12 və 2. 5-ci sualda. İndi 6-cı suala baxırıq. 6-cı sualda reaksiyanı olduğu kimi yazırıq. Yazılıb, ehtiyac yoxdur. Baxaq bir dəqiqə. Biraz genişləndirək. Burada deyir ki, oksidaşma reaksiyasında reduksiya məhsulunun formulunu. Baxırıq. Manqan müsbət 7-dən gəldi manqan müsbət 2-yə. Bu oldu. Oksidaşma dərəcəsi azaldığı üçün oksidaşdırıcıdır. Reduksiya prosesi baş vermişdir və reduksiya məhsulu deyəndə bunu götürəcəyik. Birinci cavabımız 6-cıda. Manqan xlor 2-dir. Sonra proses zamanı 5 mol H-xlor oksidaşan zaman əmələ gələn xlorun mol sayını tapın. Biz baxırıq ki, burada 16 xlor mənfi bir vəziyyətdə reaksiya girib. Buradakı xlor da mənfi 1-dir. Kali xlordakı və manqan xlordakı xlor mənfi 1 olduğuna görə 2, 4 dəbə 6 dənə xlor dəyişmir. Demək 16 xlor mənfi bir vəziyyətdə girir. Bunun 6-sı elə mənfi 1 olaraq qalır. Amma 10 dənəsi 0-a gəlir. 5 mol xlor 2, 10 dənə xlor, 10 mol xlor atomu deməkdir. İndi bizə deyir ki, proses zamanı 5 mol H-xlor oksidləşən zaman əmələ gələn xlorun molunu tap. Biz baxırıq ki, oksidləşən, yəni oksidaşma dərəcəsi azalan. Baxın, xlor mənfi 1-dən gəldi, xlor 0 reduksiya edicidir. Proses oksidləşmə prosesidir. Yəni söhbət bundan yox, bundan gedir. Yəni 10 mol xlor oksidləşən zaman əmələ gəlir x mol xlor qazı. Daha doğrusu 10 mol xlor, demək 5 mol xlor qazı əmələ gəlir, 5 mol. Bunu reaksiya əsasən dedim.
10 mol xlor bu tənlikdə oksidaşma dərəcəsini dəyişir. Bu zaman 5 mol xlor qaz əmələ gəlir. Lakin bizə deyir ki, 10 mol xlor yox da, 5 mol xlor. Yəni 10 mol xlor 10 H xlor deməkdir də. 5 mol H xlor da elə 5 mol xlor deməkdir. Eyni şeydir. Bəs 5 mol xlor oksidaşan zaman nə qədər xlor qaz əmələ gələr? Bunu da hesablasaq, bu da edər 2,5 mol. Yəni 6-cıda birinci cavabımız manqan xlor 2-dir. İkinci cavabımız isə 2,5-dir. 7-ci suala baxırıq. 7-də deyir ki, oksidaşma reduksiya reaksiyasında oksidaşdığın neçə faizinin reduksiya olunduğunu, reduksiya edicinin neçə faizinin oksidaşdığını hesablayın. Adi balans üsulunu əmsallaşdırırıq. Dəmir 0-dan müsbət 3-ə gəlib. Kükürt müsbət 6-dan müsbət 4-ə gəlib. Adətən metalların turşularla reaksiyasını sadə üsulla əmsallaşdırmaq mümkündür. Məsələn, reduksiya edici 3 molla gəldiyinə, müsbət 3-ə gəldiyinə görə SO2-nin əmsalını 3 yazmaqla da əmsallaşdırmanı apara bilərik. Amma balans üsulundan istifadə edək. Dəmir 0-dan 2 dəmir müsbət 3-ə gəlir. Bu edir 6 elektron, yəni 2 vur 3. Kükürt müsbət 6-dan isə kükürt müsbət 4-ə gəlir. Bu da 2 elektron. İxtisar edəndə 3-ün 1-ə, 1-in 3-ə. 1-i yazırım dəmir müsbət 3-ə. 3-ü yazırıq kükürt müsbət 4-ə. İndi bunlara uyğun əmsallaşdırırıq. 2 dəmir var. Bura 2 yazıram. 3, 3, 6 kükürt var. Sulfat 6 yazıram. Hidrogen 12 dənədir. Suya 6 yazıram. Saysaq oksigenlər də bərabərdir. Bizə deyir ki, oksidaşdırıcının neçə faiz reduksiya olunub? Təbii ki, metalların turşularla reaksiyasında həmişə turşu oksidaşdırıcıdır, metal reduksiya edicidir. 6 mol kükürt müsbət 6 vəziyyətində reaksiya giribdir. Bax, görürük burada 6 mol kükürt müsbət 6 vəziyyətdə reaksiya giribdir. Bunun 3 dənəsi, yəni SO4-dəki elə 6 müsbət 6 olaraq qalır. Buna deyilir duz almasına sərf olunub. Amma 3 dənəsi azalıb, müsbət 4 olub. Yəni yarısı duz əmələ gətirib, yarısı demək oksidaşdırıcı olubdur. Reduksiya olunubdur yəni. Bu edir 50%. Çünki 6 molu 100%dirsə, 3 molu da 50% olacaq. Birinci cavabımız 50%. Sonra nə deyir? Reduksiya edici neçə faiz? Reduksiya edici metal olur həmişə. 0-dan müsbət 3-ə, ikisi də dəyişib. Yəni 100% hamısı. Bura baxırıq. 8-ci sualda oksidaşma reduksiyanın növünü və oksidaşma məhsulunu. Əvvəlcə oksidaşma dərəcəsini təyin edək. Manqan müsbət 2-dən, ümumiyyətlə duzlarda metalların valentliyi ilə oksidaşma dərəcəsi üst-üstə düşür. Burada manqan 2 valentli olduğuna görə müsbət 2 oksidaşma göstərəcək. Burada isə müsbət 6-dır, çünki oksigen mənfi, kalium müsbət 1 və oksidaşma dərəcəsini cəbri cəmi 0 etməlidir deyə manqan müsbət 6 olur. Sonra baxırıq xlor müsbət 5-dən xlor mənfi 1-ə. Demək, manqan SO4 oksidaşma dərəcəsi artdığına görə bu olacaq reduksiya edici. Reduksiya edicimiz oldu manqan SO4. Kalium xloru isə ki, xlor müsbət 5-dən mənfi 1-ə gəldiyinə görə azaldı. Bu da oldu oksidaşdırıcı. Və reduksiya edici ilə oksidaşdırıcı fərqli-fərqli molekullarda olduğuna görə biz buna deyirik molekullar arası. Oksidaşma məhsulu nədir bəs? Dedik ki, manqan müsbət 2-dən gəldi manqan müsbət 6-ya artdı. Buna deyirik reduksiya edici. Proses oldu oksidləşmə prosesi. Məhsulu deyəndə artıq manqan müsbət 6-nı götürəcəyik. Yəni kalium 2 manqan O4. Y olaraq da kalium 2 manqan O4 götürəcəyik cavablarda. İndi növbəti 9-cu suala baxırıq. Amonyakın yanma tənliyini yazın, əmsallaşdırın. Amonyakın yanma tənliyini yazaq. Amonyak oksigenlə 2 cür girirdi. Yanma dediyinə görə azot qazı su alınır olan tənliyi götürəcəm. Elektron balans üsuluna da əmsallaşdırmaq mümkündür. Adi üsulla da, yəni əmsallaşma ilə də çətin deyil, rahatdır. Bizə deyir ki, yazın, əmsallaşdırın, reaksiya qrafikinə sizin oksidaşma məhsulunun kütləsini hesablayın. Oksidaşma məhsulu dediyinə görə biz oksidaşdırıcı və reduksiya edici tapmalıyıq burada. Hidrogen müsbət 1, azot mənfi 3.
Aha, azot -3'dən 2 azot sıfıra gəldi. Bu edir 6 elektron. Oksigen sıfırdan oksigen -2, bu da 4 elektron. 6, 4'ü 3, 2, 2, 3 kimi yazırıq. 2'ni yazıram bura. 3'ü yazıram. Və yaxud da hər iki tərəfdə bəsit maddə olanda adətən belə əmsallaşdırma aparılır. Azot 4 dənədir, ammoniaka 4 yazıram. Hidrogen 12 oldu, suya 6 yazıram. Hər şeydə bərabər. İndi bizə nə deyir? Qrafikdən görsənir ki, sərf olunan maddələr eyni kütlədə götürülübdür. Biri tam sərf olunub, heç nə qalmayıb. Digəri isə 7 qram artıq qalıb. Burada baxırıq tənliyə. Tənlikdən görürük ki, 4 mol ammoniak, yəni 68 qram ammoniak 96 qram oksigenlə reaksiya girir. Və eyni kütlə deyəndə hər birini 96 qram götürsəm, bu tam sərf olunacaq. 96-dan da 68 çıxanda 28 qram qalır. Demək ki, bu tənliklə işləmir. Bunun neçə dəfəsi azaldacaq. Artıq qalan maddəni 7 göstərir. Biz 28 tapmışıq. Demək biz 4 dəfə artıq nəticə işləmişik. Ona görə biz hər bir şeyi 4 dəfə azaldırıq. Artıq 68 yox, 4 dəfə azalmış formada 17. 96'ın da 4 dəfə azalmış formada 24. Yəni 17 qram ammoniak, 24 qram oksigen götürürük. İndi eyni kütlə deyəndə hər birini 24 götürürük. Bu tam sərf olunur. Bundan isə 7 qram artıq qalır. Demək ki, biz bu hesablamanı aparmaqla bu qrafika uyğun gəlib çıxdıq. Reaksiya qrafikinə sizin oksidaşma məhsulunun kütləsini hesablayın. Oksidaşma məhsulunu tapaq. Azot -3'dən 0'a gələndə artdı. Bu oldu reduksiya edici. Proses oldu oksidləşmə prosesi. Məhsulu deyəndə də azot 0'ı götürürük. Yəni 28 qram artımı olanda 2 mol N2 alınmışdı. Yəni burada əmələ gəlmişdi 2 N2. Amma biz axı 28 yox, 7 qram azalma ilə işlədik. 4 dəfə azaltdıq. Bu 2 N2 eləyir 56 qram. Bunu 4 dəfə azaldanda eləyir 14 qram. Yəni 7 qrama uyğun olan da 14'dür. Yəni cavabımız 14 qram, 9-da. İndi keçirik 10-cu suala. 10-cu sualda eyni. Bu yəni 9-cu suala oxşardı. 10-cuda deyir ki, sink sulfidin yanma reaksiyasının tənliyini yazın. Sink sulfidin yanma reaksiyasını yazırıq. Əmsallaşdırırıq. Müsbət 2, mənfi 2, 0. Yəni burada kükürt mənfi 2'dən kükürt müsbət 4'ə. Oksigen 0'dan oksigen mənfi 2'yə. Bu da 4. Mənfi 2'yə. Bu edir 6, 4. Yəni 3, 2, 2, 3. 2'ni yazaq kükürt müsbət 4'ə. 3'ü yazaq sink oksidə. Yəni əmsallaşdırırıq. Demək, daha doğrusu 2'ni burada yox, əmsallaşmanı bu tərəfdə aparırıq. Baş tərəfdə. 3'ü kükürt mənfi 2'yə. 2'ni 2 mol sink oksid, 3 mol SO2, oksigen de saysaq 3 dəfə 2'nin 6, 2 də burada. 2 mol kükürt olduğuna görə bu bayaqdan qalıb. Bunu silək buradan. 2 mol SO2 alınmalıdır. Bizə nə deyir? Bizə deyir ki, yenə eyni kütlədə götürülüb, amma 49 qram artıq qalıb. Biz baxırıq ki, bu tənlikdə sink S-in 1 molu 190, demək 65, 32, 97'dir. 2 molu 194 qramdır. Yəni bu tənliklə işləsək, 194 qram sink S yanması üçün 96 qram oksigen lazımdır. Və eyni mol dediyinə, eyni kütlə dediyinə görə 194 qram götürürük hər birini. Bu hamısı sərf olunur. Bundan isə
98 qram artıq qalır. Aha, biz buradan başa düşdük ki, biz 2 dəfə artıq nəticə ilə işləmişik. Bunu azaltmalıyıq. Onda artıq 2 mol yox, 1 mol sintez götürəcəyik. 3 yox, 1/5. Yəni 1 mol sintez və 1,5 mol oksigen. Bu edir 97, bu isə 48 qram. Yenə eyni yüklə dediyinə görə hər birini 97 götürürük. Bu tam sərf olunur. Bundan isə 49 qram artıq qalır. Yəni bu dediyi qrafikə gəlib çatdıq. Deyir ki, reaksiyasının oksidləşmə məhsulunun kütləsi, oksidləşmə. Baxırıq, kükürt sıfırdan kükürt müsbət 4-ə gəlmişdir. Bu artdı, reduksiya edicidir. Proses oldu oksidləşmə və məhsul dediyinə görə də kükürt müsbət 4-ün əmsalını götürəcəyik. 2 mol idi. İndi burada 2 dəfə azaltdığımıza görə artıq 1 mol SO2 yazacağıq. 11-ci sual. Reaksiya təlini əmsallaşdırın və oksidləşdiricinin əmsalını tapın. Əvvəlcə oksidləşmə dərəcəsini təyin edək. Manqan müsbət 2, xlor -1. Buradakı xlor da müsbət 1, müsbət 7. Aydındır ki, bunu tapmaq çox rahatdır oksidləşmə dərəcəsini. Burada manqan müsbət 2-dən manqan müsbət 7-yə 5 elektron vermişdir. Xlor isə müsbət 1-dən xlor -1. Oksidləşmə dərəcəsi azaldığı üçün oksidləşdiricidir, yəni elektron qəbul etmişdir. 5, 2, 2, 5. 2-ni yazaq manqan xlorda, 5-i yazaq kalium xloroya. Əmsallaşdıran manqan 2 olduğu üçün kalium permanganat 2 yazdım. Burada xlor 4, 5-i də burada 9 xlor var. Onda kalium xlora 9 yazırıq. Kaliumları saya bilərik. 9 və 2, 11 kalium var. 5-i burada 6 yazıram. 11 kalium oldu. Hidrogen isə 6 dənədir. Bura 3 yazırıq. Oksigen 5, 6, 11, 8, 3, 11. Hər şey bərabər. Əmsallaşdırın. Əmsallaşdırdıq. Birinci bunu soruşurdu və oksidləşdiricinin əmsalı. Oksidləşdirici dedik ki, oksidləşmə dərəcəsi azalandı. Budur. Xlor müsbət 1-dən -1-ə azaldı. Oksidləşdirici. Xlor müsbət 1-in də əmsalı 5-dir. İkincidə cavab 5. Eyni sualdır. Burada da reduksiya məhsulunun. Reduksiya məhsulu oksidləşdirici müsbət 1-dən -1-ə. Bu oldu oksidləşdirici. Proses oldu reduksiya. Reduksiya məhsulu deyəndə artıq reduksiya proses zamanı əmələ gələni götürür. Xlor -1-in. Yəni kalium xloridin əmsalı. O da yuxarıda verilmiş 9'dur. İkinci cavabımız 9. Reduksiya edici də ki, reduksiya edici oksidləşmə dərəcəsi artanda manqan müsbət 2-dən müsbət 7-yə artdı. Manqan müsbət 2-də manqan xlor 2-dir. Reduksiya edici manqan xlor 2, reduksiya məhsulu kalium xlor əmsalı da 9. Eləcə formulunu soruşur. Onda kalium xlor reduksiya məhsulunun formulunu deyir. Burada müsbət 5-dən -3-ə bu edir 8 elektron qəbul edib. İyon şəklində verəndə biz bunu HNO3 və HNO2 kimi götürürük. Burada müsbət 5, burada isə müsbət 3-dür. Müsbət 5-dən müsbət 3-ə 2 elektron edir. Azaldı deyə müsbət, yəni 2 elektron vermişdir. Burada isə azot müsbət 5-dən müsbət 2-yə gəldi. 3 elektron alıb. Demək 8, 2, 3. Buna baxırıq. Tamamlayın. Bunu adi sulla da tamamlamaq mümkündür. Elektron balans sulla da tamamlamaq mümkündür. Oksigen 2 olduğu üçün suya 2 yazaram. Hidrogen 4 oldu. H xlora 4. Xlor da bərabər, manqan da bərabər. Hər şey bərabərdir. Oksidləşdirici. Manqan müsbət 4-dən müsbət 2-yə gəldi, azaldı. Onda belə çıxır ki, oksidləşdirici oldu manqan O2. Onunla reaksiya girən H-xlor təbii ki, reduksiya edicidir. Oksidləşmə məhsulu. Oksidləşmə məhsulu reduksiya edicinin gəldiyi. Yəni, dedik xlor -1-dən 0-a.
Yəni bu xlor -1-dən 0-a gələndə bu xlor -1 artdı. Bu oldu reduksiya edici. Proses oldu oksidləşmə. Məhsulu dediyinə görə xlor 0 nəzərdə tutulur. Oksidləşmə məhsulu xlor 0-dır. Suyun əmsalındakı 2-dir. İndi 15-ci suala baxırıq. Xlorun isti kalium hidroksid məhluluna keçiddə baş verən tənliyi əvvəlcə yazaq. Kalium OH xlor 2 ilə temperatur şəraitində girəndə kalium xlorid və xlorat əmələ gətirir. Xlor 0-dan bir dəfə -1, bir dəfə -5-ə gəlir. Bir, 5, 5, 1. 5-i xlor -1-ə yazıram. 1-i kalium xlorata yazıram. Kaliumlar 6-dır. Xlor da 6 oldu. Hidrogen də 6 oldu. Saysaq oksigen də 6-dır. Hər şey bərabərdir. Bizə nə deyir? Deyir bunun növü. Təbii ki, bu disproporsiyadır. Əgər eyni bir element, eyni oksidləşmə dərəcəsindən fərqli oksidləşmə dərəcələrinə gəlirsə, buna deyirlər disproporsiya. Yəni, burada xlor, elektron alan da xlordur, verən də xlordur. Bir də oksidləşmə məhsulunun. Oksidləşmə məhsulu əvvəlcə oksidləşmə prosesini tapmalıyıq. Oksidləşmə prosesi hansıdır? Reduksiya edici. 0-dan -5-ə. Bu xlor oldu reduksiya edici. Onda bu proses oldu oksidləşmə prosesi. Məhsul da xlor -5, yəni kalium xlorat. İkinci cavab kalium xlor O3-dür. Birincidə disproporsiya oldu. İkincidə kalium xlor O3. 16-cı suala baxırıq. Misin qatı nitrat turşusular reaksiyasında yenə mis 0-dan -2-yə, azot -5-dən -4-ə. İki, 1, 1, 2. 1-i bura yazırıq, 2 bura yazırıq. Mis 1 dənədir, azot 4 dənədir, hidrogen 4-dür. Bizə deyir ki, reduksiya məhsulu. Əvvəlcə reduksiya prosesini tapaq. 0-dan -2-yə artdı. Bu oldu reduksiya edici. Proses oldu oksidləşmə. -5-dən -4-ə azaldı. Azaldısa bu oldu oksidləşdirici. Proses oldu reduksiya. Onda reduksiya məhsulu deyirsə, azot -4 olan, yəni NO2. Birincidə cavab NO2. Oksidləşmə məhsulunun formulu. Oksidləşmə məhsulu bayaq dedik, mis 2 müsbətdir, yəni mis 2 nitrat. Daxil olan oksidləşdiricinin reduksiya olunan hissəsi. Biz bilirik ki, 4 mol azot -5 vəziyyətdə reaksiya giribdir. 2 dənəsi ilə -5 olaraq da qalır. Duz alınmasına sərf olunub. 2 dənəsi isə -4 olubdur. Yəni 50%. 16-da cavab 50%. Birincidə oldu NO2. İkincidə oldu mis nitrat. Mis 2 nitrat daha doğrusu. O birisi də 50%. 17-ci suala baxırıq. Deyir ki, 4 mol azot və 6 mol hidrogen qarışığında reaksiya axıra qədər gedir. Biz bilirik ki, azot hidrogenlə 1-ə 3 nisbətdə girir, 2 mol amoniyak əmələ gəlir. Bizdə də əgər 4 mol amoniyak, 6 mol hidrogen varsa, biz buradan hidrogen hamısını sərf edə bilərik. Baxın, hamısını sərf etdim. 2 mol azot sərf etdim və bunun müqabilində də 4 mol amoniyak aldım. Onda belə çıxır ki, hidrogenden heç nə qalmadı. Azotdan isə 4 mol olsa da ikisini sərf etdim. 2 molu da artıq qaldı. Demək, başlanğıcdan yalnız bizə qalan 2 mol azot oldu. 4 mol azot, 6 mol hidrogen sərf etdik və bu sərf etdiyimizin müqabilində də 4 mol amoniyak aldıq. Sonra nə soruşur? Deyir, oksidləşdiricinin neçə mol elektron qəbul etdiyini. Azot 0-dan -3-ə gəlir. Bunu yazıram. Azot 0-dan azot -3-ə, amma 2 azot. Bu edir 6 elektron.
Əgər 1 mol azot reaksiya girsəydi 6 elektron qəbul etmiş olardı. Axı biz dedik ki, demək 2 mol reaksiya giribdi. Onda belə çıxır ki, 12 mol elektron qəbul edibdi. Yəni birinci cavabımız 12. Sonra və başlanğıc qarışıqda olan oksiləşdiricinin başlanğıcda 4 mol azot var idi. Dedik ki, ikisi reaksiya girib, ikisi də artıq qalıb. Aha, 4 mol 100%dirsə, ikisi də olacaq 50%. İkinci cavabımız da 50% oldu. 18-ə baxırıq. Oksiləşmə reduksiya reaksiyasının növünü deyir, göstər. Bunu oksiləşmə dərəcəsini göstərməklə tapa bilərik. Burada kükürt müsbət 4, hidrogen su kütləsi -2 göstərir. Və gəlir sıfıra. Yalnız kükürt dəyişibdir. Yəni, fərqli qiymətdən, müsbət 4-dən və -2-dən eyni bir qiymətə sıfıra gəlirsə, biz buna deyirik əks öz-özünə və ya konmutasiya. Halogenlərin su və qələvələrlə reaksiyası onsuz da disproporsiyadır. Disproporsiyada da eyni bir element eyni qiymətdən fərqliyə gəlir. 2 xlor, hər biri sıfırdan bir dəfə -1, bir dəfə müsbət 1-ə gəlir. Biz buna deyirik disproporsiya. Üçüncü isə burada azot -3-dən müsbət 2-yə gəlir. Yəni bu oldu reduksiya edici. Oksigen sıfırdan -2-yə gəlir. Bu da oldu oksiləşdirici. Və əgər oksiləşdirici başqa bir molekula, reduksiya edici başqa bir molekuldadırsa, biz buna deyirik molekullar arası oksiləşmə reduksiya reaksiyası. Növbəti 19-cu sual. Kükürt oksiləşmə dərəcəsi 0, müsbət 2, müsbət 4, müsbət 6 və minimumu da -2-dir. Elementlər minimumda yalnız reduksiya edici olur, maksimumda yalnız oksiləşdirici olur, orta qiymətlərdə hər ikisindən olur. Həm oksiləşdirici, həm reduksiya edici olur. İndi burada kükürt -2 dediyinə görə biz bunu götürəcəyik yalnız reduksiya edici. Dəmir sərbəst halda 0-dır. Valentliyi 2 və 3 olduğuna görə oksiləşmə dərəcəsi də müsbət 2 və müsbət 3-dür. Müsbət 3 maksimumdur, 0-da minimumdur. Müsbət 3-də yalnız oksiləşdirici, 0-da yalnız reduksiya edici, orta qiymətdə hər ikisindən. Yəni bu ikincidə oksiləşdirici və reduksiya edici hər ikisi götürülür. Xlor -1-də yenə xlorun minimumudur, yalnız reduksiya edici olacaq. Alüminium müsbət 3-də alüminium maksimumudur, yalnız oksiləşdirici olacaq. 20-ci suala baxaq. 20-ci sualda da biraz səhvlik var. Yəni cavabı arxada səhv verilmişdir. İşləyib başqa yoxlayanda başqa cavab görsəz, yəni düşünməyin ki, səhvdir bu. Yəni sualın cavabı səhv verilibdir. İndi baxaq nəyi səhv veriblər bunlar? Niyə səhv veriblər daha doğrusu? Bizə deyir ki, reaksiya zamanı 5 mol xlor ionu oksidləşdikdə biz bilirik ki, burada 16 mol xlor mənfi bir vəziyyətdə reaksiya girib. Onun 2 və 4 mol, yəni 6 xloru, bax yazıram burada, 16 xlor mənfi bir vəziyyətdə girir. 6 xlor -1 olaraq qalır. Biz buna deyirdik duz alınmasına sərf olunmuşdur. Yerdə qalan 10 dənəsi isə 0-a gəldi. Yəni artdı. Reduksiya edicidir. Oksidləşir. İndi bizə nə deyir? Bizə deyir ki, 5 mol xlor oksidləşir. Biz bu tənlikdə gördük ki, normal bu əmsallarla işləsək 10 mol xlor oksidləşibdir, düzdürmü? Amma bizə deyir 10 mol xlor yox da. 5 mol xlor oksidləşəndə neçə mol oksidləşdirici reaksiya girir? Bilmirik, bunu bizdən soruşur. Biz bilirik ki, 10 mol xlor reaksiya girəndə, yəni bu reaksiyadan söhbət gedir. Oksidləşdirici də təbii ki, manqandır. Müsbət 7-dən müsbət 2-yə gəlir. Bu oldu oksidləşdirici. 2 mol oksidləşdirici reaksiya girir. Bu tənlikdə 2 mol oksidləşdirici reaksiya girir və 10 xlor atomu oksidləşmə dərəcəsini dəyişir. Onda belə çıxır ki, buradan x bərabər olur 1-ə. Yəni, bir dənə kalium permanganat. Amma cavab olaraq 2 götürüblər. Səhvdir bu. İkincidə isə neçə mol su alınır? Yenə yarıya böləcəyik. Demək, 10 mol xlor oksidləşmə dərəcəsini dəyişəndə 8 su alınırsa, bizə 5 mol xlorla işlə deyir.
Bu da olacaq 4 mol su. Yəni birinci cavabımız 1 kalium permanganat, ikinci cavabımız 4 su. 21'ə baxırıq. Kükürdlə reaksiya daxil olan maddələr və kükürdün göstərdiyi xassələr. Birincidə S plus O2 alınır SO2. Kükürt sıfırdan müsbət 4'ə gəldi, artdı. Burada reduks edici oldu. İkinciyə baxırıq. S plus H2SO4 alındı SO2 və su. Burada yalnız kükürt dəyişdi. Sıfırdan da müsbət 4'ə, müsbət 6'dan da müsbət 4'ə. Yəni həm oksidaşdırıcı oldu, həm reduks edici oldu. Ok və red. İndi natrium OH reaksiyasını yazaq. Plus kükürt. Təbii ki, alınır natrium 2S, natrium 2SO3 və su. Əvvəla onu deyim ki, kükürt də halogenlər kimi qələmlərlə reaksiya girəndə həmin reaksiya disproporsiya tipli olur. İndi gəlin bunu lap sübut edək. Kükürt sıfırdan gəldi kükürt mənfi 2'yə, bir dəfə də gəldi müsbət 4'ə. Bir dəfə artdı, bir dəfə azaldı. Yəni bir dəfə oksidaşdırıcı olur. Həm oksidaşdırıcı, həm reduks edici olur. Yəni bu oldu disproporsiya reaksiya tipi olduğuna görə burada kükürt oldu oksidaşdırıcı və reduks edici. Sonuncuya baxırıq. Karbon plus kükürt, karbon disulfid. Burada karbon artdı, reduks edicidir. Kükürt azaldı, oksidaşdırıcıdır. Aha. Sonuncu 22-ci sual. Termiki parçalanma reaksiyasında oksidaşma dərəcəsini dəyişən elementlərin sayı. Əvvəlcə parçalanmasını yazaq. Müsbət 5, mənfi 2, müsbət 3, 0. Dəyişən azotdur. Müsbət 5'dən müsbət 3'ə. Bir də oksigendir. Mənfi 2'dən 0'a. Yəni 2 element dəyişdi. Digərində argentium nitrat parçalananda argentium, NO2 və oksigen. Müsbət 1, müsbət 5, mənfi 2, 0, 0, müsbət 4. Həm argentium dəyişdi, həm azot dəyişdi, həm oksigen dəyişdi. Burada 3 elementin oksidaşma dərəcəsi dəyişdi. Biz buna deyirdik oksidaşma reaksiyasının xüsusi halı. 2 oksidaşdırıcı, 1 reduks edici və yaxud da 2 reduks edici, 1 oksidaşdırıcı olan hal. İndi burada azaldı, azaldı. 2 dənə oksidaşdırıcı var, 1 dənə reduks edici var. Yəni burada 3 element dəyişdi. Növbəti NH4NO3 parçalanır. N2O və suya. NH4'də azot mənfi 3'dür, NO3'də müsbət 5'dir. Azot bir dəfə mənfi 3'dən müsbət 1'ə, bir dəfə müsbət 5'dən müsbət 1'ə. Yəni yalnız azot dəyişibdir. Azot mənfi 3'dən azot müsbət 1'ə. Azot müsbət 5'dən azot yenə müsbət 1'ə. Yalnız azot dəyişdi. Yəni bir element dəyişdi. Bu qədər oksidaşma reaksiyasına aid olan ətraflı yazıları bitirdik. Şərhlərdə irad və təkliflərinizi bildirməyi unutmayın.